Videoya başlamadan önce kanalımıza abone olmayı unutmayın. Hoş izlemeler. Herkese salam. Nasılsınız? İyi misiniz? Arkadaşlar, deməli bugün çoxlu işimiz var. Birinci işimiz bu trendi bilmirəm kimlər bilir. Yəni çox adam məncə bilər. Göstər Məryəm. Bu da elə. Bebop, sinigrama gana. Yaxşı demə, ağzından pis söz çıxar bilməzsən. Deməli arkadaşlar, Bebot makyajı eləyəcəyik, Bebot dəyişimi eləyəcəyik, Məryəmlə ikimiz eləyəcəyik. Daha sonra adım içinə çıxa bilərəm o makyaj. ya adam siləcəyik, sonra doğum günü makyajı eləyəcəyik. Hə, var, onda var. Deməli arkadaşlar, ikinci növbədə hamişlik fotosessiyası eləyəcəyik. Dünənki videoda da dedim də, yəni hamı studiyaya gedir onun üçün. Maşallah bizim kameramız var. Evdəki yəni 1000 dənə studiyaya dəyər məncə. Zaten bizə belə bir fon lazımdır. Əksinə sadə fon lazımdır. Üçüncü işimiz də bugün Mamed Əminin ad günüdür. 40 yaşı olur. Ora hazırlaşacağıq. Kombin düzəldəcəyik. Sonra makyaj eləyəcəyik, hazırlanacaq, saç falan vuracaq. Yəni bayağı bir işimiz var. Deməli, ilk öncə başlayaq onda Bebot makyajından. Bebop. Sən oxuma mənim balam. Azərbaycanda ad qalmadı mahnıya qurduğun ki, nə var şey. Rabi o dolabın qapağı sınıb, ehtiyatlı ol üstünə düşməsin valla. Yavaş kapıyı yiyir. Nəysə, başlayırıq bizə. Arkadaşlar, nədir bir dənə sər zeytin yedim, dişlərim, dilim belədir qapqara. Baxım. Arkadaşlar, Ata görməsin. qara zeytin almışıq. Qara zeytin almışıq, Məryəm yeyib qap. Amma məndə təmizdir. Az yiyibcəm, mən 5-6 dənə yemişəm. Mən də səndə də təmizdir. Mən də 5-6 dən yemişəm aşkım. Mən də 5-6 dən yemişəm. Cep fırsayla dilimi sürtərə. Davay, indi Bebot makyajı üçün Mən malzəmələrimizi göz içimizə gedim Bebop makyajına dişimi. Mən də far paletlərini çıxardım. Deməli qızlar, bizə Bebot makyajı üçün o nədir? Sən indi makyaj et, sən ad gün axşam deyə. Valla, gözdə Bebot makyajını çəkək. Ondan sonra fotosessiyanı eləyək. Ondan sonra ad günü makyajına keçərsən də. Ayrıca far paleti zat abartmasam mı acaba? Mən sən qabağı alamıram öncə. Bebop makyajı nədir? Bebop makyajı. Onunla fotoğraf eləyəcəksən. Yox qızım, biz trendi çəkirik, makyajımızı silirik, sonra gedirik fotosessiyaya hazırlaşmağa. Onun da makyajını eləyəcək. Sonra onu da silib Yox, ad gününü o makyajla istəyən kombinini dəyişəcək prosta. Sən get, mən gedirəm. Mədəniyyət ocağından çıxsa mən də girəcəyəm mədəniyyət. Hələ tualetdədir o. Niyə bayaqdan bərbad makyajı deyirdin, ağzı vəyirdin, bizə sifət eləyirdin. Aşkım elə dağıldı. Deməli, əsibdən bacıya yol ver. Arkadaşlar, bizə qəşəng far paletləri lazımdır bu makyaj üçün. Məndə bu makyaja uyğun 2 dənə far paleti var. Baxın. Bir saniyə. Aşkım saçımı nəsə kəsirəm baxışım. Sizə göstəreyim hemen. İşlətməmişəm amma ilk siftəsini bu makyaj üçün eləyəcəm. Bir saniyə. Şöyle alayım sizi. Ay Allah, bunları açmaq çox çətindir. Hə. Biri budur, baxın, far paletimizin Bebot makyajına uyğun. Biri də MAC-ın bu far paletidir. Gözlüyüm, bunu da açım. Deməli qızlar, biz bir dənə türk blogerdən baxırıq Bebot makyajını necə eləyəcəyimizə. Birinci nəmləndirməliyik üzümüzü, sonra üzümüzə baza vurmalıyıq. Amma öncəsini gəl çəkək bir dənə. Dəyişimin öncəsini gəl çəkək. Sən bilirsən necə eləyirlər onu? Sən çəkmirsən o videoya dəyişim. Davay, Sən vuracaqsan boş, mən vurmayacağım, mən gözləyəcəm. Hə, yaxşı, davay. Qoyuram telefonunda. Deməli qızlar, videonun əvvəlini çəkdik, mala benziyoruz. Çox gülməli görsənlik, hələ video hazır deyil deyə. Bir saniyə göstərirəm sizə mahnısını. Bu yenə eyni Hələ şeydir, dəyişimdən sonrasını da yoxlamaq üçün bir dənə də çəkmişik, amma dəyişməmişik. Baxın.
Dırırırırırırım. Burada mahnı gedir. Bebo, bebo. Yine açtık. Açdıq yenə eyni şeydir. Şö, Ama ne dedim? şö, indi makyaja başlayırıq. Bak ne diyeceğim. Benim o. Ayağımı kaldırmışım. Her şeyciğim. Deməli, üzümüzü nəmləndirməli, sonra üstünə parlaq bir baz vurmalıyıq. Hazırsınız, başlayaq. Şimdi ben nemlendiririk. Mənim də əlimin üstünə nəmləndirici qoy. Bu nədir? Nəməliyəm? Ben bu kadar vururum. Aşkım, mən yekə eşək boyda adamım. Bu mənim üzümə bəs eləməz. Ne? Krem, yüzümüzü biraz krem. Ben vurdum aslında. Hə, vurubsa şö, üst-üstə vurmaq palçıq kimi qalar makyaj üzündə. Düşün. Məryəmlə biz nəmləndirək. Neysə Məryəm. Deliha başladı. Ay Allah. Bitti. Zor değil, bunun hərəkətləri çox zordur, Allah'ın dostu. Kompleksiz, rahat, 2 dəqiqənin içində şakşuk şakşuk. Bitti, hakikaten bitti. Hər yerinə yayıldı. Esri yürüdüm. Destana salı devrim. Doğuma kadar yayıldı da nasıl? Şö, mən də nəmləndirdim. İndi biraz nəmləndiricinin hopmağını gözləməliyik. Aşkım ben saçı olsam geldim. Bence bunları Sən saçının uclarını vurmaqdan əlavə, sən uşaqlar Rabiyə ilə razılaşmışdıq ki, 480 min olanda Rabiyyənin çolkasını kəsəcəyik. Lənkərana gedən kimi, boş olan kimi ilk iş Rabiyyəyə çolka kəsdirəcəm. Kimin kuklasıydı o? Nasıl ben? Nəsibən kuklası olmaq istəyir. Özü tapıb özdə. Nəsibə kimdir, kuklası kimdir bilmirəm, amma olmaq istəyir. Şö, indi Kiko'nun bu bazasını vuracağıq. Qoy biraz hopsun. Geliyoruz. Evet arkadaşlar, şimdi bazımızı vururuq. Gel. Baz ne diye? Baz makyaj Yani üzdə o yaxşı, bazan. yaxşı otursun deyə vurulur. Ne diyor? Ondan şey vurulamak değil. Nə bilmişdin? Ondan krem, adamın sıfatı yağlı oları. Bu çox qəşəng parıldadır, üzü dəhşət. Ay kokusu hiç hoşuma gelmiyor. Qoxusu da çox gözəldir. Xoşun gəlmir? Mən çox sevirəm glow üzü. Glot kim? Glot ne diyor? Bebot glot. Bebot glow. Əsnad da öz Ha aləmində bitti bende. takıl. ben böyle olsun. Ay Allah, Hadi. bozu balı. Ben şu Güzel. an yapacağım. Baxın. Yok. Aşkım, ne sürdü? O piş belirli bak. Deyir o kimi dəstəmaz alırmış kimi sürtür. Yo, yaxşı eləyirsən. Böyle sürtülür. Sonra üzü qızaracaq, makyajda olacaq, pörtümüş qıpqırmızı. Nə? Sepçiler. Aa yok sen benim canımı koyma. Xahiş edirəm. Uşaqlar, bu təzə bir şey tapıb. Gedir makyaj adı ilə üzünə başlayır çillər vurmağa. Çildən çox su çiçəyi izinə oxşuyur. Biz necə qəfəy uzun xətlər qoyursun. Nə boyda lapa-lapa. Çil istəyirsən, mən sən üçün çil eləyərəm qəşəng. Amma sən elədiyin aşkım xala oxşuyur. Elə bu xallısan. Bitti. Baxın. Şön, mən də hazıram. İndi bu hopsun. Keçək göz makyajına. Deməli, indi qızlar, nə edəcəyik? Qaşlarımızı incəltməliyik. Çünki bebot makyajında ən vacib şey qaşların incə olmasıdır. Birinci sabitləyirik, sonra üstündən belə keçirik, altdan da kapatıcı vururuq. Görək necə olacaq. Gəl bir qaşımızı eləyək, bir qaşımızı saxlayaq, fərqə baxaq. Mən də. Davay. Sən də eləyirsən. Nəcəbi səndən çıxmayan işlər bugün. Uşaqlar, hamının əli yağlıdır kremdən sonra. Berat, sen olmazdı böyle cüz verin. Heç kəs aça bilmir qaş sabitləyicini. Rabia sarılar inşallah. Beraber atın. Vay dava düşdü. Başka yokumdur. Varım deyə ən yaxşı sabitləyən odur. O birilər saxlamayacaq. O zərdir, zərd açma dağılacaq. Nə oldu? Əsnad açdı. Oo, güclü mikrop. Əsnad açdı. Rabiyə, üzümüzü qara çıxartdın Rabiyə. Aramızda ən güclü sən idin. Aşkım benim yanına gideyim. Davay. Böyle. Elə yox, gəl mən sən üçün eləyim. Uşaqlar, qaşlarımızı nəziltə bilmirik. Ən nəzik qaş məndə oldu bu dəqiqə. Taco Bey gelir, ayak seslerini işitiyor. Göğsü yukarıdan mı gelir? Bilmirəm ki. Yukarıda gelir. Baxın, belə oldu. Bu hazır olmayan. şuradan bakın.
Arkadaşlar Hazırdır bu hazırdır. Eyni şeydir. bu hazırda ama səliqəyə düşdü də ən azından. İndi o birisini də eləyək gəldik. Dediğinde bədbəxt kimi danışma. Sen Gəl, qorxuruq sən vurmağa. İndi bəyənməyəsən, belə eləyəsən deyə nə qaraq. Gəl, sən eləyirsən özün o birisini. Sən o birisini elə, mən də Rabiyə eləyim. Arkadaşlar Rabişin də Nasıl değilsen? Nə oldu? Arkadaşlar toya gedir. Əsəl. Əsli sen de günün derim hem derim narcıydın. Ne? Gelin ne diyeceğim sen? Neyini? Çat. Yok. Çat dedim. Ya çıxartmasın, qalsın. O su balta şöyle Ay. Ceyne bilmeyeceğim. Hə, düzdür. Balcalaşacaq, geyinə bilməyəcək. Zeyd geyinər. Kəfrə uşaq videoya baxacaq deyəcək, mənim uşlağı qoyublar, bunlar Ne doğulmamış. diyeyse çiğneceğim. Arkadaşlar Rabişin qaşları. İndi mən Aşkım də... yaşımın ortasına bir tane bir şey vurup yoxa çıxsın. Çıxmır aşkım, sizin tükləriniz qərədir, qərə. Getmir, itmir. Ömrümüzə. İtirə bilmirəm sizin tüklərinizi. Mən o qədər profesional makyaj ustası deyim, itmirsin qərə tükləriniz. Valla Allah'ın dostum qaşlarınız maşallah. Mən xoşum gəlir qara qaş, qara göz qızlardan. Prosto ki itmirmiş. Aşkım bu kaşımı ağarttım ben fırtıdan. Yo yaxşıdır belə. Canım cinsiyetine de Şu mən də tamamlayım. Eləyəcək yoxsa qocam tüpürdüm bilumda. Yo tüpürmədim. Gözümə nəsə girib çıxarda bilmirəm bayaqdan. Hə, mən indi nə edirik? Hə, indi mən də bu qaşımı düzəldim, gəldik. Bir dərsən üçün düzəldim baxdıq, değil mi? Birinci onu sabitləyiciyə sürsəydin o fırçanı zor olardı. Məryəm bəlkə özüm eləyim. Yox, bir dəqiqə aşkım. Hə, qoşun heç yapışmır şey. Yapışmaq lazım deyil, ver özüm eləyim. Yox, yox, yox. Bir Ay dəqiqə. Allah, mən bunlarla nə istəyirəm? Məryəm özüm elə. Məryəm. Deməli qızlar, qaşlarımız hazırdır. İndi mən kariçnevi karandaşla, bunlar da qara karandaşla gözümüzü çərçivələyəcəyik. Aşkım mən niyə qara? Sən də istəsən kariçnevi ilə. Bu Mən qara qara. istədi. Hı. Gözlə, eləyib gəlirik. Rabiyə xanım gözünə qara yox, kariçnevi yox, sırf qara çəkmək istədiyi üçün təzə makyaj əşyası açıyoruz. Quş seçeyim. Çünki qara karandaşım yoxdur. Of, bu nədir? Oldu da. Aşkım məncə qara qəşəndir də. Qəhvəyə. Açamıram. Amma sənin rəngin məsələn qəhvəyə düşür. Mənə gözlərin qara rəngi. getmir. Qara sürtəndə şey Sənin oxşuyur. heç gözün belə şeydir, xamiliyondur. Yaşlı. Mən gözümü üstünə necə sürtdüm, mən qorxuram. Bir saniyə, baxaq bu nədir? Aa, mordur. Mor imiş bu. Sən qal qıralı. Sən seçmişsin, sən şeyi açdım. Adət tapdı, özü tapdı. Arkadaşlar, açmışım kameranı deyim ki, qara tapa bilmədi, özü tapdı. Bu Şö. qara qələmdir. Hə. O quru linerdir, qara qələm kimi də işlətmək olur. Hə, şu. Qorxmuş kamerada dallarım şir. Aşkım necə aldım? Uy, şimdi. Ay Allah, ömrümdə ilk dəfədə tünd karandaş sürtürəm gözümün üstünə. Aşkım mən ilk dəfə deyə. Bu nədir? İnan güzgüdə heç belə görünmürəm. İndi far paleti ilə düzəldəcəyik. Ay mama. Aşkım gözümü içədə sürtdüm. Ev yox. Gözün qaralar eviyor. Şu. Gəlin far paletinə keçək. Davay. Keçdik. Gözümü göstər. Gözümü göstər. Arkadaşlar, Bəni. hə, Rabiyə belə oldu. Mən belə oldu. Məryəm gedib su gətirməyə indi gələcək. Deməli, indi keçirik far paletinə. Hə, sən özünü göstərmirsən. Çox sağ ol aşkım. Ay bosu gətirmədin hə? Çox şişi yerim. Çox şükür yarabbim. Nəsə deyirdilər başqa. Kim? O səsdə. Ağzına sil. Diqqətli etsəm mən. Boğuldum he. Şöyle keçirik növbəti addıma. Deməli qızlar, bu far paletini heç işlətməmişdik. Rənglərinə baxın bir dənə. Əlimizə swatchladıq. Onsuz da mavidir. Aşkım ben böyle o bir dünyaya gittim salonlaştım almışsın. Görün nə gözəldir. Şu, deməli Rabiyə sən hansı rəngi seçdin? Quşun içine.
Qusmamışam, az yalan danış. Sən hansı rəngi seçdin? Mən bu birincini seçdim. Rabia bu rəngi seçdi. Mən bunu. Mən də bu rəngi seçdim. Hə, sən bunu, onda mən də bunu. Mən də bunu seçdim. Hə, yəni sən mənlə eyni olarsan da yolu yoxdur. Sən hansı? Nə? Bu olsun, bu ortadakı olsun. Bir olsun, mən. Üçü də qəşəng rəngdir. Gəlin. Gəlin. Mənki budur, sənki bu, Rabinki o. Hə, yaxşı. Vəsə, hərəmiz bir dənə rəng vurub gəldik. Göstər. Allahım, nə olar bu işdən sağ-salamat çıx. Qorxmaya başlıyorum. Biz 80'lər makyajı etdik. Baxın Məryəmin gözünə indi kapatıcı vuracağıq. Qırağa yayılan zərləri siləcəyik arkadaşlar. Qəşəng olacaq. Axırı qəşəng olacaq. Mən də oxşayacağam. Yo, itəzə də oxşamırsan. Aşkım, bu göz alışan. Sən vur. Yaxşı, gəl. Rabia öyrəşməyib belə makyajları arkadaşlar. Amma aşkım, sən nə makyaj eləyirsən, büyümüş də küçülmüş görünürsən olsa. Yəni tək buna aid deyil. Şeydə, amma bir şey deyim, çox yaraşdı, Quran ond olsun. Yəni 80'lərdə yaşayan bir qız olsaydın, yenə də qəşəng olardın bu makyajla. Vallahi indi tuş indi tuş kipri zat vuracağıq, lap qəşəng olacaq. İndi mən də gözümün üstün rəngiliyim, gəlirəm. Fışdan indi o fışı qalsın geridə biraz. Biz concealer vururuq. Kasenin bu. Concealer vururuq. Concealer deyil axı növbəti step. Tuş. Kiprilərinizi taxın. Tuş vururuq, sonra taxın. Tuşu vurun, kiprilərinizi taxın. O makyajları eləyək, ağlıma bir ideya gəldi. Əsnatı öyrətək. Bu sifətlə ataya göyə bir-birimizlə dava eləyirik, imajı yaradaq. Ata gələcək, bilməyəcək, davaya şoka düşsün, bilməyəcək, sifətimizin gündən şoka düşsün. Necə fikirdir? Güya əsəbləşmişəm sizə, qışqır bağırdı, yaxşı. Qışqırtma eləyək onu. Onun kefi yoxdur arkadaşlar, vəbşə dəli olacaq. Şu eləyək, gedirik. Arkadaşlar, baxın, bu kiprilərdən taxacağım. Uşaqlar da Teymur Store'dan aldıqlarını taxacaqlar. Star. Oh my god! Şimdi o içten vurma lazım, çölden yok. Bu nerede? Bir şey düz değil. Gözümü burada böyle kalmır, ben gözümden. Şimdi... Çıkart onun ne kadar yapışmış gözüme. Dayandım. Şey okşadı mı, Wings'teki o kötü karakterlere okşadı. Çıkart onu, sen benim canımı çıkart. Əynimizi geyinirik, Şako. 2 dəqiqə gözlə açırıq. 2 dəqiqə yox, bir yarım saata gəl. Tamam. Gələrsən də, hə? Yapışdır. Sakit kal. Məryəm, bu şalvar daha qəşəngdir məncə. Yox, sən şey görün, o qaradarı. Qaradar, o fışık qaradar sıxar. Bir gördü zeyt çıxıb bu dünyaya. Şu. Qəşəng oldu məncə. Şu qaldı deyə makyaj. Sən bilsən kim oxşadın bu qolbağlarla zatla. TikTok'da bir dənə TikTok'da bir dənə video var. Saqqız çeyniyə üzünə fondöten sürür. Onlara oxşadım, Quran ond olsun. Qolunda qolbağla zatla. Aşkım sen bir şey diyeyim. Yaydır ver biz Kur'an yaydır. olsun. Ben bunu gece yuxuda görsəm, o biri dünyaya gedib gələrəm. Allah'ın olsun, aramızda ən paryatkalı şey olan səndən Məryəmdir. Mən itə oxşuyuram bu dəqiqə. Gözün daha iyi. Özümüzdə qəşənsən. Ya heç düzgün far rəngi seçməmişəmmiş gibimə gəlir. Amma gözümün rənginə düşdü, gözüm yaşıl oldu. Çox bəlicin oldu. Tez eləyiz hə, üzümdə qurudu fondöten. Mən. Şey vura bilərik, gözaltı. Hə, vura bilərik. Fondöteni bir yaydır, bir dənə ver bizə onu. Yüzü. Bu makyajı üz yuma geli ilə, sonra hidrafil yağımız var. Bu nədir aşkım? Makyaj çıxartma balmımız var. O fışkasıyla vura bilərək. Sonra garnierimiz var, bioderma micellar suyumuz var. Çox şey var. Mən fışkasıyla vuram. Hə, vur. Mən meydə oxşadım. İndi bronzerlə rəng gətirəcəyik. Mən siz neçə ildir nə çatmır. Biz qadınlar niyə üzümüzü ağardırıq fondötenlə. Sonra təzədən üstündən bir də allıq bronzeri, highlighter keçib təzədən rəng qatır.
Biz qadınların niyə başındasın? Yox, əslində cilt tonumuzu təzədən yaradırıq da. Bizdə bax, məndə bura qırmızıdır, bura bir rəngdir, bura bir rəngdir, bura bir rəngdir. Onu bərabərləşdiririk, təzədən bir də rəng veririk üzümüzə. Özüm dedim, özüm də açıqlamasını verdim də. Sən bəlkə verəsən də o sponcu, yaydın da, yaydın. Gözümün altı qəhvəydi, üzüm ağdı. Baxım sənə. Aşkım hayali topşuram. Ay Allah, bu yalandan deyinmək olmuyor da. Bir-birimizdən gecə görüb qorxarıq valla. Deməli qızlar üzümüzə bronzer. Çənəmin altını düzgün yaydırır. Burada xət qalıb nə boyda. Bu da sponjla yaydırır. Mən də fırça ilə arkadaşlar. Çirkli fırçaların hamısını işlətdik. Güya yumaq üçün gətirmişdik. Hamısını işlətmişik arkadaşlar. Yaxşı gətirmiş. İndi highlighter vurmaq lazımdır. Bir şey deyim, bax 2 cür highlighterım var. Belə stick highlighterım var. Bir də Fenty'nin var. Mən stick. Mən də stik. Hara vururlar? Bura. Allıq kimi vurur. Baba düz bura. Yanıq sümüyünün üstünə. Deməli qızlar, makyajda hər şeyimiz hazırdır. Bir dənə dodağımız qalıb. Videodakı qız, mənim dodaq karandaşım olmalıydı burada. Kariçnevi dodaq karandaşı vurur. Açıq rəngdə də blesk vurur. Lap tündə olmalıydı onun. Makın dodaq karandaşı. Hardadır o? Dayanın. Dodağı da eləyib gəldik. Qızlar, dodağımızda çərçivələdik. Məncə ən uyğun budur. Bax, bunu vuraq səncə, yoxsa dayan. Bunu vuraq, yoxsa bunu vuraq. Bunu Bu daha suludur, daha şüşə kimi görünür. Hə? Tamam. daha o dolğunluğu verir. Ha, orada Abi öləcəyimə oxşuyuram. Söhbət bot olduq həqiqətən də. Uşaqlar, ay Allah videoma bax. Qaldı Makyajımız hazır. Əsl bebot makyaj oldu, yəni həqiqətən. Bir dənə qaldı saçımızla köynəyimizi dəyişmək. Rabiyə də ver. Gəl Arabi. Rabiyə də bu şəkildə oldu. Sən də pomada Rahat ağlayıb bilərəm. Kinəyə falan ağlayıb. Çox qəşəng, bir şey deyim, çox qəşəng oldu. Allahın qoysun. Sonra şeyliyim. Yox, saçımızı burursuz, indidən burmayın məncə, ad gündən burarsınız. Qalıb da sizdə buruqluq. Məncə, yəni siz baxın yenə də. Bir də gedəndə vuraram. Məncə də. Saçlarımızı da eləyək, geliyoruz. Saçlarımızı Nə olar, gəlin. saçımı arxadan dara da. Ucdan dara, ucdan. Qızlar, saçımızın yolulmağını istəmirsinizsə darayanda ucundan başlayın təpəyə doğru. Uzundursa. Mənim kimi bir də dolaşqandırsa, elə eləsin. Aşkım saçımı yığım yoxsa belə qalsın? Bir şey deyim. Çox qəşəng oldu məncə. Əslidir. Baxım sən qloslu halva. Saçımı yığım yoxsa Qəhvə belə qalsın? kəsəsi. Yox, məncə dəyişdir saçını. Dünənki kimi yığ. Sən nə var nədir? Bebot. Əsli təsdiqləyirəm. Yox, çox fərqli oldu, çox qəşəng oldu. Mən bəyəndim şəxsən. İstiyorsunsa. Biz də sahilə deyək. Hara getsən? Atardadır ki. Hə, yaxşı, Aa, get. sen gitsin özüm pozmaya. Ay, yavaş. Yavaş. Birazdan. İndi geynəcəyik də. Ay. Video Getməyimizə hələ var ya aşkım. Çox Saat az, 3-ün çox az yarısıdır. getməyimiz. Ay da göz makyajı çox qəşəng olub. Gloss çox qəşəng olub. Çox xoşum gəldi. Şalvar yubqavı istəsən çıxart hələlik. Batmasın yubqa. Ay, Lovşun saçı kimi adamın qorxudan saçı yoxdur buranın olsun. Bir qorxuram bunun saçını darayanda. Mən ki canlıyam, yolma. Saqqız olsaydı. Saqqız olsaydı əl olardı. Gərək videoda yalandan saqqız Amma çiğnəyim. dərsdə belə eləyəm mən. Neyəcəyik? Elə eləyəcək. Penjamaları oradan götür, ora mənim şkafımda. Görsünüz məndən necə danışırlar. Biri tupo deyir, biri... Bayaq, bu da nədir dayanlar? Nə? Yo, dəli yo, dəli dedi. Belə elədi, ilişdi qaldı. Peki. Məryəm, gözlə bir dənə. Nə deməmişəm axı. Quran olsun demisən. Allah'ım olsun tupoy demisən mənə, Quran olsun. Rabiyə demək istəmişəm. Allah'ım olsun videoda demisən.
Malam. Aşağı. Yaxşıdır. Prosta köynəyi çox içəri salmısan. Əsad, o şkaf nə gündədir mənim balam? Yazıqsan, arada onu səliqəyə sal. Saçlarımızı hazırlayıb gəldik. Uşaqlar, bunların tipə baxın, bir dənə quru. Deməli saçma arxasında Tabii bina tut bunu. Saçın arxasında həqiqətən bina tikilib. Hazırsınız məni beybotu? Məryəm, saçların çox qəşəng görünür. Çox qəşəng dalğalı olub. Hazırsınız? Ta 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 ta. Beybot olduk arkadaşlar. Bir şey diyeyim. Məncə oldu. Yəni burada bir dənə qız var, onu oxşatmağa çalışdım özümü. O çolkası biraz daha buradaydı. O Məndə panik taxtı oynadı. hə, o padikdir, məndə orijinaldır. Sən də hazırsan. Başlayaq indi trendin sonrası. Paltarımızı geyinib başlıyor sonrası. Paltarı unuduram mən hər dəfə. Əla. Bu da beybota oxşadı. Çox qəşəng oldu sənin saçın. Təsvir eləyib. Belə qalsın yoxsa elə eləyim mən də? Eləyə bilərik, izmimiz də var. Sizcə hansı? İstəsən qalsın. Gözdə Sinirsən. qərarsız qaldım. Qızlar, bizi görməyə hazırsınız. 3 2 1. Boynumuzda inək kimi baxır. Mənim bir başqa oldu. Məryəm elə bir at çapır, kovboy zatdır. Arkadaşlar. Boynumda yaşlı, mənim boynumda qırmızısı. Mən lap təhlükəliyəm, bu ortadır. Türk seriallarında aşkı kuşku çırçıraqlı xalalar olaraq teyze hoş belə. Gelecek misin bu cümüzden? İndi biz nə edəcəyik? Biz Bebop eləyəcək. yalan saqqızımız da yoxdur ki, videoda işləyə. Safitqat yazısı seni. Yox, zarafatsız necə bizim saqqızımız yoxdur? Həmişə olardı. Həmişə elə bir ki, evdə saqqızımız olur. Gözdə saçım xərab oldu. Tez saçım. Gedək akımın davamını çəkək gəldik. Nəyə də tezməmişik? Uşaqlar, sizə bir şey deyim, videoları çəkdik. Çox mük videolar çəkdik. 3 dənə video çəkmişəm. Birini Instagrama, birini TikToka, birini də YouTube Shorts'a atacağım. Bebota həm Instagrama, həm YouTube Shorts'a atarım. Nəysə, deməli qızlar, indi keçirik qışqırtmaya. Şeydir, Məryəm verin, mən şəxsən bu makyajı silməyi düşünmürəm. Mən verin məndə, Rabbi verin məndə. Başlayanda hamı bəyənmirdi, indi hamı. Saxlamaq istəyir. Həqiqətən çox Bizim qəşəngmiş. üçümüz də tərəzi yaxı. Bizim kararlılıq şaka mı? Bir də sifət çəkiyor, bir də... Amma bir şey deyim, etiraf eləyin, neçə gündür mən siz kipri taxsınız. Məndən elədiyimiz makyaj hamısından qəşəng olmadı. Oldu məncə. Nəysə, indi Şəhriyara qışqırtma eləyirik. Biraz Prosta düşünürəm. kameranı gizlətsəm, gəlib ortalıqda görməyəcək, biləcək ki, qışqırtmadır. Ona görə gərək telefonla çəkək arkadaşlar. O mini kameralarımız o bir evdə qalıb. Ona görə məcbur telefonu gizlətməliyik. Hazırsınız? Deməli, necə eləyək? Planlaşdıraq bir dənə. Kim kimlə dava eləyib? Deməli, gündür sən bizim üstümüzə qışqırmısan, biz bəziləri malzat dedik, sənə toy falan. Hə. Hə, onları gündə əsəbləşmirsən, mən sizcə uşağam, nəyə? Hə, deyəcəm ki, Rabia da Məryəmin tərəfini saxlayır. Öyrəşmirsən də şey, Məryəmə görə mənlə dilləşir falan filan belə. Oha aşkım. Bu getdikcə Türkan şoraya dönür. Belə sözlər, yəni... Ay da çox qəşəng olub bu makyajı. Ged otur bir dənə küncdə ağlamaya başla. Sən mən necə küncdə oturum ağlayım? Qarnıma yaraşır Mən mənim. otura bilmirsən. Yo, elə otur. Oğuz belə oturar. Belə otur. Ma belə qarnım. Elə aşkım mən qarnım nə boydan adım, elə otura bilmərəm. Belə otur onda. Bu nədir? Bu mən kim ciddi alıram burada? Dayanın. Belə eləyək. Gözləyib kameraları yerləşdirib. Siqalarını Şəhriyarı çıxardı. kim çağıracaq? Əsnatı çağırmaq lazımdır bura. Bir dəqiqə, əslində baxmaqdan hakaretdən. Əsnat gülməz atanı çağıran yerdə. Bu özüm çağırım. Şəhriyar bura gəl. Şəhriyar bizi necə ciddi Əslində alacaq? çağırırsa gəlməz. Gəlməyəcək. Kamera ilə qoy ki, kameranı burada Kameranı telefon qoyma, atacaq. Hə, kameranı Bu görsün ki, burada. sönülüdür. Yox. Deyəm. Belə qalır. Qapı bağla. Tüpürdüm yerə. Buradan telefonu görər. Səncə? Məncə görməz. Səsimiz gəlir. Danışın. Dedim sən olmaz. Olmaz dedim.
Prenses kimi. Sakit başlayırıq. Mən ciddiyə almayacaqlar. Sırtıma baxmayırsa, bəşəm Qurana and olsun əsəb keçirdim. Deyirəm, kablukla laminatın üstündə gəzməyib cızılır, üzümə şırnıyır ikisi də. Ata, başa düşmüsən? Ata bizdən kabluk ceyməliydi. Ne cümle sana bak. Hayatım, niye böyle değilsin? Siz git. Sen de bana. Nazarmışım. Tamam beni koy. Ben sizi Rabia kız. Ay, iğrenç. Gel Yunus. Hayır kışkırma. Kıza kışkırma. Bak kışkırma. Bana dokarsın. Şey söyle. Küşle makyaj yapmışım. 2 saattir makyaj eller. Elem Bu sefer tupoy dedim diye. Elem. tupoy diyeceğim biraz. İyi yalnızım ha. Güzelliğini iyi yalnız. Tupoy deyir mənə. Ata tupoy ne demek? Doğru tek olmadı. Niye? Var ya bize. Ne de Galatasaray'dı sen de. Ne söylüyorsun? Galatasaray'dı. Deyirəm ki, kablukla laminatın üstündə gəzməyir, tupoy səniyə cızılır. Ata git. Ata ben geçtim. Ay yazık. 41. illərin madmazellərini oxusaylar. Çox qəşəng olmuş. Bence sevmesin sana Mademoiselle. Aynen çıkarıldı tablo okumaya var. Ha Muhammed'in toyları az günü. Evet, üzümü yıkışır. Muhammedin ad günə biz belə getməyi planlaşdırıq. Qurana and olsun. Abrana and içmə, yazıqsınız. Belə planlaşdırırıq. Allah and olsun. Valla belə gedə bilərik. Allah'ın olsun gülərlər. Şoka düşərlər. Rabia, Meryem, eləmiyim belə. Mənim xoşum Çox qəşəng akım çəkmişik. Allah and olsun. Görsən ara. Bizə deyəsən hal olsun. 3 dənə shorts çəkmişik. Aa, maşallah. Kal burada kal, burada kal, burada kal. Burada sen kal, burada kal. Burada kal. Qoy göstərək shortsları gəldi fikrimi bildir. Bebo. Agro maske. Bebo. Buna da fikir verme. Bebo. Niye mama sabır? Ay doğru bak. Aşkım. Birimiz canavar yiyip, birimiz laf kutusu, birimiz de... Aşkım. Elem. Olar bir dənə dayanın. Bir dənə söz deyə bilərəm. Gül kimi bəzənmişik. Gör nə gözəl olmuşuq. Olar ad gününə gedirik də belə. Mən də olmaz. Mən böyüyəm ya aşkım. Elem bak kırbını çekmeler de giymişim. Petrüço. Bebette. Ata bence qəşun olsun, vursun, pisləşsin. Yazıq ata. Kəşmən elə gedirəm. Mən belə gedirəm. Bir şey deyim, Allah'ın olsun çox yaraşmış deyə. Heyf. Ata qoymadı. Yox. Niyə gedə bilmirik ki? Mən gedə bilirəm, siz gedə Gedə bilmirsiniz. bilərəm mən də. Az qalxıram gedim orada çıxırdım. Allah'ım nasıl şoka düşərlər Qur'anım.
Amma vallahi abartı olmamış diye. Nəysə ev. Abartılmış böyle. Siz üçün abartıdır da. Siz balacasınız. Abartı olur axı. Benim 90 zilan kadın. Sən özün Bayaq də. deyildim belə qalacam. Arasıyım aşkım. Nəysə getdik. Nəysə ki, üzümüzü yuyaq. Gedim mən də biraz uzanım, çox ayaq üstə qaldım. Başım sifət veriyor. Yo, mən belə qalıram. Yox, qalmaya icazə vermirəm sənə. Xeyr ola, sən qala bilmirsən deyə mən də qalmayım. Yo, mən qalacağam. Yox, ürəyin gəlir heç bizsiz qalmaya. Makyajda da sizlə qalmalıyam mən. Ya, yalan Başladım. Başladılar. Verelim ha. Allah, sandıramıram kameranı. Əlimdə qaldı telefon. Uşaqlar, mən sizə dedim mən belə gedəcəm o gündə. Mən sizə dedim mən də belə gedəcəm. Sən azaltmısan, yalan danışma. Aşkım, mən atı demək ki, azaltdım. Mən özüm azaltdım. Hə? Onsuz azaltmasan ata deyəcək, papaq oxşuyur bu. Allah'ın olsun papaq oxşuyur. Əsas odur belə çıxdım. Arkadaşlar, deməli utanmadan, arlanmadan bu videoda gedirik ad gününə. Çıxdıq yola, Nakuşgilə gidiyoruz. Bugün Mamed qardaşın ad günüdür. 40 yaşı tamam olur, yubileydir. Bayağı bir qohumlar da orada olacaqlar. Biz də tam olaraq katıklamak için bugünü seçmişizdir. Neyse, getdik. Kebab çəkəcəklər, eşitdiyimə görə. Hə? Deyirlərdə danışacaqlar indi. Deyəcəklər, bunlar niyə Finti Firuşka vidində gəl. Finti Firuşka mən sözüm deyə oğramayın. Siz oğu deyə bilərsiniz. Nəysə, aşkım, bilmirsən şeydir, kebab çəkəcəklər. Dünən demişdilər kebab. Çəkəcəklər, hazırlayıb da toyuqlar. Həqiqi. Mən bilənə, hə. Ay, sevindim. Yəni nə yalan deyim, ürəyim kebab istəyirdi. Havanın da qızmağını gözləyirəm ki, öz balkonumuzda barbekü parti eləyək arkadaşlar. Əsnad gələndə əlində 2 dənə qutu vardı. Hara görəndə? Bura maşına gələndə 2 dənə. Nə 2 dənə, nə bir dənə görməmişəm. Getdik, ya Allah, bismillah, çıxdıq yola. Uşaqlar, deməli saxlamışıq benzin vurmağa. Çıxdıq da yəni küçəyə 7 bəlalar ailəsi. Əvvəl bir nəfəri, indi 77 bala. Ailəmiz almış balayı. Çıxdıq benzin vurmaq üçün dayandıq benzinlikdə. Düz yolun qırağında port bir dənə səs. Kamazın təkəri partladı. Mən heç Kamaz təkəri... Adı deli qışqırıyordum, elə bir ürəyə getdi. Mənim belə Kamazı bir ürəyim partladı. Bir buna bir ayağım qurudu Kamaz tərəfdə, bir ayağım da qurudu Məryəm tərəfdə. Ata özü də istədim. Hə, Məryəm belə deyə ata. Elə eləmədi, ata. Uzadı da ata. Qurudu. Hər nəysə də axır əvvəl elə bir şey elədi. Ay Allahu Əkbər. Gərək birə-bir kopyası çıxsın. Məryəməm mən. Hamı qoydu Kamazın təkərin qırağa ki, nədir o? Şey elədilər, başladılar Məryəmin üstünə düşməyə ki, Məryəmin ürəyi getdi deyəsən. Sən bizi dəli eləyərsən, Allah'ın olsun. Keçməlidir, neyini? Həyatımda ilk dəfə Kamaz təkərin partlama səsini eşidirdim. Bir dəfə qabağımda partlamışdı, mən maşın sürən yerdə yığışdırmışdım mən, düz üstümə gəlirdi təkər. Amma səsini ilk dəfə idi belə partlama ilə eşidirdim. Mənim qəzamda da elə Kamazın təkərin partlaması səbəb olur. Nəysə, çox qorxduq. Nəysə uşaqlar, biz gedək, sağ-salamat çataq o ad gününə inşallah. Bizim üçün dua eləyin, sabah video ata bilək. Kazasız, belasız çatıb. Ona görə videonu burada sonlandırıram. Videomuzu bəyəndinizsə kanalımıza Abone olup like atıp yorum yazmayı unutmayın. Nakçı Aşkım, sən nə olub bugün? Heç biz belə əsnəməmişik. Yo, əsnəmişik, sən hələm eləmirsən axı Mən də belə. belə əsnəyirəm, niyə? Arada məndə də olur. Bayaqda nə ox? Adamlıqdan çıxır, biz adamlıqdan çıxırıq. Bayaqda nətər eləyirdin, göstər, mən eləyə bilmirəm. Neyini? Nəsə belə bir şey eləyirdin. Heç mahnı qoy. Qurban Allah, dedim ki, mən sizə mahnı qoy. Ata, o nədir axı, ata? Özləri qulaq olsun. Kəsdim, kəsdim! Onlar rəvayətdir bu. Düz cinayətdir bu. Size deyirəm sirrimi.
olan rəvayətdir bu. Aa, bir dənə. Düzdür cinayətdir bu. Çox deyiriz rəvayət, yazıb çıxar nəhayət. Mən də yazıb çıxartdım, olanları yaratdım. Həyat dərişat günüm, olan günüm, ad günüm. Bir uşaq özün yetirdi, əlində pay gətirdi. Tezdən nə göstərir, işlədir ki, görməlidir. Ya ilişdilər. Lent yığdı. Lent yığdı. Ulduz yeri. Uşaqlar. Nəysə, getdik. İndi səliqəli oxudular. Normalda düz deyir Şəhriyar. Həqiqətən ya belə səs gəlir maşından arkadaşlar. Nəysə, getdik biz. Bay bay.